Değerli izləyicilərim, bugün biz Aşıq Zülfiyənin ocağındayıq. Bura gələndə elə bilir ki, öz doğmamızın məkanına gəlirik. Həqiqətən Zülfiyə xanım sənətdə öz xanımlığı ilə, sənəti ilə qəlblərdə yer qazandığı qədər də insaniyyəti, mənəvi dəyərləri ilə də bizlərə həmişə belə deyək, qayğı göstərir, diqqət göstərir. Zülfiyə xanım, Allah sizi qorusun. Sağ olun. Bilirsiniz ki, mənim üçün nə qədər əzizsiz, dəyərlisiniz. Şəvalə, sənin də uğurların bol olsun inşallah. Həmişə dəstəkləyirik. O gün söz düşdü. Dedim ki, qızın üzündə bir saflıq var dedim. Soruşdum ki, bəs su tökən bürcüdür deyəm. Su tökənlər mənim Dolça oğlumda. bürcü. Mən də dolçayam. Hə, dolça bürcü. Onlar çox saf olurlar. Həqiqətən də mən Şəvaləni gördüm. O elə bildiyim kimi də həyatda elə insanlar. Allah bütün yaxşıları qorusun. Bir də sizin gözəl bir sözünüz var, deyir, Arxalıya arxa durma deməsinlər, yamaqdır. Arxasıza arxa dur ki, qoy desinlər, dayaq. İndi ikimiz də yetim qızıq. Allah bizim arxamızdadır, bir də bizi sevən insanlar. Allah özü kömək olsun hər birimizə, elə bizi izləyən hər kəsin Allah kömək olsun. Allah qaldıranı bəndə indirə bilmir.